Dövlət ərziş qarı olmaq təndirə. Dəstgah gəldi, dəstgahdan himayət elədi, sarım çörək getdi. Səfərəli İbrahimiyəm. Mən Dədə Şoğlunu götürmüşəm təbən 63-dən bu işəyəm. Dədəm Güldəriş zamanı əskəriyə məscidin yanına verərdi nəmişirərdi. Bara 100 ildir çörəkçi. Hələ Peyrahar bir dənə Zəncanda biz qarmışıq. Bizi də qutlarırlar, unumuzu kəmərdiblər də biz də yığışdıraq dəstgah qoyaq. Bu iş də təxəssüsüdür. Bu cür baxsan deyirlər sadədir. Bəli, çox təxəssüsüdür. Küçüklərin irad olsa olmayan bir zat. Əvvələn görək axşam undan maya tutan, maya təxmir ola, gələ yuxarı. Öz dilimiz yerik. O gəldi yuxarı mayadan vurulan xəmirə, xəmiri dərcə yetişdirir. Daha ayrı bir zat istəmir vuran. Məsələn, düşdü nigəhdarı nədir? Çünki maya xəmirin çox istifadəsi var. Əslən biri dəmərçiliklərdən, biri dişlərdən qabağını alar. Çox müfid bir zatdır. Bu təəssüfənə qədri bilinən yoxdur. Məsələn, qiymətində filanına qail olan yoxdur. Hələn 3 nəfər adam burada işləyir. Hamısı təxəssüsü gələn hər kəs gəlsən burada fikirənməz. Amma o dəstgahı ilə çəpini versən ilə dəmir də vurur. Bu görək təxəssüsü bir nəfər bələd adam ola, varid adam ola. Bu çörəyi də hər kəsə bari yedi də medə ağrısı yoxdur. Məsələn, tərəfin mədəsi məruz olsa bu yağ gelir. Çünki həm otla pişir, həm palçıqdadır, həm də ki, xəmirlər əmələ gətirməzdir. Çox müfid bir zatdır. Mandaqari çörək, du bərabər, si bərabər o çörəklər. Kəpək vurma yoxudur. Məsələn, bir çörəyi aldı, sabah kəpək vura xarab ola. Muzerri bir zat bu çörəkdə yoxdur. Tamam müfid. Bu təəssüfanı yağçı ilə bizə fərq verən yoxdur. Öz dilimiz elə bunu da o tərəzi ilə çəkirlər, fərq edir.